Test 79. Verilmiş sözlərə əsasən Venn diaqramındakı səhvləri müəyyən eləyin. Verilən sözlər duzlu gözlük sözlərdir. Transkripsiyası duzdur, l-dır deyilir. Bir fərqli məqam. İkinci sözdə gözlük l-dır deyilir, ki isə it deyilir. Deməli, iki fərqli məqam. Hökmlərə baxırıq. Eyni samitdən və eyni saitdən istifadə olunub. Bu, birinci sözə aiddir, çünki ikinci sözdə eynilik yoxdur. Ona görə birə aid olduğuna görə düz fikirdir və bir artıq düz olduğuna görə bizə lazım deyil. Bir olan variantları atacağıq. Birə görə kənarlaşacaq A və C. Hər ikisini atırıq. A, C. 2-ni oxuyuruq. 2 deyir, samitlərin hamısının qarşılığı yoxdur. Baxırıq samitlərə. D, z var qarşılığı, g, z, d, ih var qarşılığı. Deməli, hökm səhvdir. Səhv olduğuna görə 2 bizə lazımdır. Və deməli, 2 səhvdir deyə, indi 2 olmayan variantları atacağıq. 2 olmayan variantlar B variantıdır. Deməli, 2-yə görə B kənarlaşır. Seçimimiz qalır D və E arasında. D-də 3, belə 4, D-də E-də isə 3 var. 3-ə baxırıq. 3-də deyir ki, tərkibində T samitinin qarşılığı var. T samitinin qarşılığı D-dır və hər iki sözün tərkibində var deyə ortaq fikir kimi bu doğrudur və doğru olduğuna görə 3 bizə lazım deyil. Deməli, E-də 3 var, ona görə E-ni atacağıq. E kənarlaşdı. Qaldı düzgün cavabımız ancaq D variantı. D variantı da 4-ü yoxlayaq. Niyə düzdür? 4 deyir ki, belə niyə cavabdır? Fərqli tələffüz samitlə bağlıdır deyir. Bu hökm hər ikisinə aiddir. Çünki hər ikisində ancaq samitlər fərqli tələffüz olunub deyə bu fikir olmalıydı ortada. Ortada verilmədiyinə görə artıq səhvdir və ona görə də cavabımız olacaq D variantı 2, 4.